Salam dəyərli izləyicilər. Bu gün ciyərlə kartof qovurması hazırlayıram. Toyuq ciyərindən. Əvvəlcə tavaya duru yağ əlavə eləyirəm və kub-kub doğradığım kartofları da yağın üzərindən əlavə eləyirəm. Burada bizim kartoflar təzə kartofdur. Deməli kub formasında doğramışam. Yəni balaca kartofdu 4 yerə bölmüşəm və bildiyimiz normal qaydada qızardıram. Duzunu, istiotunu əlavə eləyib yaxşı-yaxşı kartofu qızardıram. Daha sonra bir kənara qoyuram və ayrı bir tavada ciyəri bişirəcəm. Deməli ciyəri də əvvəlcədən yuyub təmizləmişəm. Suyu tam çəkilib. Yəni sulu-sulu olmaz bişirmək. Tavaya burada da duru yağ əlavə eləyib üzərindən kərə yağını əlavə eləmişəm. Ərinməmiş kərə yağı. Burada mənim ərinmiş kərə yağım qurtardığı üçün mən bu formada yağı istifadə elədim. Deməli kərə yağını duru yağa əlavə elədim ki, tam yanmasın yağ. Yağ tam qaynar olduqdan sonra ciyərləri tavaya yerləşdirirəm və o iz bu iz çevirirəm. Burada diqqət etmək lazımdır ki, yağ çox qaynar olsun. Yəni ciyəri yağın içinə əlavə eləyəndə ciyər həmən bişsin də, yəni suyunu buraxmasın. Onda qara su buraxır ciyər, rəngi qara olur. Yəni kəfli suya oxşayır, yaxşı alınmır. Odur ki, yağ tam qaynar olsun. Ciyəri də tavaya əlavə elədikdən sonra xodunu biraz iti qoydum ki, ciyərin suyu çıxmasın və gördüyünüz qaydada o iz bu iz çevirirəm, qızarır. Qızardıqdan sonra üzərinə 2 baş soğan doğranmış soğanı əlavə eləyirəm və qapağını örtürəm. Duz istiotunu əlavə etdikdən sonra qapağını örtürəm. Soğanla ciyər biraz qovrulsun, soğan yumşalsın. Burada soğanı çox yandırıb qırmızı qızartmağa da ehtiyac yoxdur. Biraz ciyərlə qovrulsun, yəni yağa düşsün, kifayət eləyir. Bu formada yağa düşdükdən sonra hazır qovrulmuş ciyəri qızartdığım kartofun üzərinə əlavə eləyirəm və qapağını qoyuram ki, hardasa bir 5-10 dəqiqə qalsın. Bunların dadlar bir-birinə qarışsın. İkisi də bişib də, ciyər də bişib, kartof da bişib. Sadəcə bunları bir-birinə qarışdırıb, tamları bir-birinə dadlar qarışması üçün qapağını örtüb biraz zəif xodda qoyuram. Hardasa 5 dəqiqə, 10 dəqiqə belə qalır və gördüyünüz kimi bu formada hazır olur. Sonda üzərinə doğranmış göy soğanı. Başqa göyərtə də doğramaq olar. Keşniş, şüyüd, ürəyiniz hansını istəyir. Lakin mən burada göy soğanla istifadə elədim. Yəni tavanın altını söndürmüşəm. Sonra soğanı səpmişəm. Yeməyi stola verənə qədər çoban salatı hazırlayıram. Xiyar, pomidor, qırmızı soğan, istədiyiniz böyüklükdə doğraya bilərsiniz və qarışıq göyərtilər, reyhan da var göyərtilərin içində, keşniş, şüyüd, reyhan. Daha sonra soya sosundan istifadə elədim burada, yəni duzdan istifadə eləmədim və zeytun yağından istifadə elədim. Bunları yaxşı-yaxşı qarışdırıram, dadı bir-birinə qarışsın. Yəni bacardığınız qədər salatı duzlu etməməyə çalışın. Yəni burada soya sosu bəs elədi bunun tamına, duzuna. Duz vurmağa heç ehtiyac qalmadı. Yeməyimiz hazır oldu və evdəkilər səbirsizliklə gözləyirdilər. Çox az idilər. Tələsə-tələsə yeməyi bişirdim, salata hazırladım və həmən süfrəyə verdim. Çox da ləzzətli həm yeməyimiz, həm salatımız alınıb. Göz haqqınızı halal edin. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.